Şuşadan götürdüyüm daşı yonaraq oxuculuğu formasında outdoor boyunbağı hazırlamaq. Mən əvvəl də daş yonaraq az da olsa əl işi hazırlamışam, amma ilk dəfədir bu özüm üçün olacaq. Əvvəlcə daşın üstündə karandaşla yonulacaq formanı çəkirəm. Sonra kobud hissələri şkurka vasitəsilə götürürəm. Mən əskərlikdə şurupla daş yonurdum, indi bor maşın istifadə edəcəm. Bor maşının müxtəlif başlıqları ilə daşın müxtəlif yerlərini yonub formaya salıram. Formaya saldıqdan sonra kənarları yonaraq itiləyirəm. Həm dizayn üçün, həm də daşın çəkisini azaltmaq üçün orta hissəsində dəmir deşmək üçün olan şurupla deşik açıram. Burada bir bədbəxt hadisə baş verdi. Tam iş yekunlaşdığı vaxtda əlimdən yerə düşdü və buradakı hissədən qırıldı və yapışdırdım. Yapışdırdığım hissə bilinsə də ayrı bir aura qatır klona. Klonun üstündə əlavə nöqtə kimi kiçik deşiklər yonuram və markerlə qara rəng verirəm. Onun üzərinə isə vernik qatı əvəzinə superkley tökürəm. Bu daşa parlaqlıq verir və yekunda ip keçirmək üçün olan simi oxuculuğuna sarıram və kənardan kraft ipi ilə bağlayıram. Beləliklə maraqlı, vəhşi görünüş yaranır. Və ipi keçirib boynuma asıram. Nəticədən çox razı qaldım. Məncə imkanınız olsa yoxlayın.